millet, dünən sıradakı video ne olsun diye bir post paylaştım ve demək olar hamınız YouTuber sıralama dediniz. Ona göre de bugün sizden gelen mesajları okuyuram. İnşallah giz suallar verməmisiniz, normal suallar vermişsiniz mənə. Sözümü geri alıram. Okay, ilk sualımız çok sıradan bir sualdı. Adım Minan'dı. Adım Minan'dı. Bir tane de sual verip neçə yaşım var? 17 yaşım var. Sıradaki sualımız ad günün ne vaxtı? Ad günüm 26 iyunda. Haradasa bir 2 ay qalıb. Hansı universitetdə, məktəbdə oxuyursan? Heç birində oxumuram. En sevdiğin renk? En sevdiğim renk nədir ola mənim? Oy, biləməm, en sevdiğim renk yoxdur yala. Sıradaki sualı 19 yüzü verip Qaqa, hesabda bir dənə qız var, takipdə o sevgilindim ama dürüst ol. Ha? Mənim takibimdə bir dənə qız kimdir? Mənim takibimdə qız yoxdur xala. Bilin, kimi deyildiğini bilmirəm ama sevgilim yoxdur bro. Minan plus latte bərabərdir. Sual cavabını tap. Keçibidir. Minan plus latte. Cevabı nədir səncə? Mina'nın plus latte ifadesi bana biraz belirsiz geliyor. Belki de belirli bir terim ya da isimle ilgili bir şey soruyorsundur. Daha fazla bilgi verirsen sana daha iyi yardımcı olabilirim. Gözü SS'ini atacağım. Bu bir söz oyunu kimi görünür? Minan plus latte bərabərdir nə? Cart deyən əlinə verim. Cavab Minan və latte sözlərinin birləşməsindən yaranan yeni bir söz ola bilər. Minan plus latte bərabərdir milatte. Aa, milatte. Nədir milatte? Ancaq Minan adı və başını bırakın. Qaqa nədir cavabı? Yorumda yaz. Bir dənə də sual verib ev vloqa haçan gəlir Minoş kıdı kıfı xıtı kı. Badi bəlkə baxırsan, elə də çox baxmıram. Demək olar heç baxmıram. Bir dənə də sual verib dost olaq, nə dosta demə. Səni sevməyənlərə burada nə deyirsən? Uşaqlar, bu normaldır. Məni sevə də bilərsiniz, sevməyə də bilərsiniz. Məni sevəni mən də sevirəm. Məni sevməyənlərdə belə ba mənim başımın üstünə yerləri var. Onlara heç nə deyə bilmərəm. Kaçsımı. Sən də deyəsən Demon Slayer'a baxırsan. Hə, profildə Tanjiro şəkli var. Elə də çox baxmıram, sadəcə editlərini falan izləyirəm. Dımı. Ha? YouTube'a necə başladın? İlk videonu ataraq. Uşaqlıq travmaları necə unuda bilərik? Bu sözü yazmaq yerinə uşaqlıq travmalarını yazsaydın, onda bəlkə sənə köməklik eləyəcəkdim. Əslində kömək eləməyəcəkdim. Keçibdə yazacaqdım, cavabını da sən deyəcəkdin. Neçə yaşım var? Bayaq dedim 17 yaşım var. Hansı məktəbdə oxuyursan? İndi oxumuram. 328-də oxuyurdum Babəkdə. Əslində Keşrədə. Əsl adın nədir? Minan. Videoları necə izləməyə başladı? Əslində mənim videolarım az izlənirdi, baya bilirsiniz. Sonra YouTube'u bıraxıram, sual qoydum qabağına, sual işarəsi bıraxmırdım. O videoda elə bildiniz və YouTube'u bıraxıram. O videoda mən nəyə istədiniz? Allah, mən sizə nə demək istəyirəm, siz necə başa düşdünüz? Bir sözlə, yəni ondan sonra başladım, YouTuber sıralama atdım. YouTuber sıralamadan sonra yüksəldi. Neysən, böyle yüksəldim. Sən YouTube'a başlayanda səni pisləyən var idi. Oy. Ne yox idi bura. Bir dəqiqənin özündə də var. Yala, yorumların yarısından çoxu məni pisləyir. Mənə maraqlıdır. Yala, onlar nə düşünür məni pisləyirlər? Yəni siz elə bilirsiniz, siz məni pisləyəndə mən deyəcəm, "Oh my god, bunlar məni pisləyir. Deməli yaxşı YouTuber deyiləm. YouTube'u buraxmalıyam." deyib oturub oldu ağlayacam ola. Biri var pisləmək. Bunu anlayıram. Yəni məni pisləyə bilərsən, sevmədiyini bildirə bilərsən. Biri də var ağlamaq. Yəni baya ağlamaq. Yala, girir mənim videoma. Bir dənə videoma 50 dənə yorum yazır və 50'si də pisləyir məni. Bro, YouTube'u bırakmaq istəmirsən, YouTube'u əslində bırakmaq istəməmişəm. Yəni niyə deyirsin? YouTube'u əslində mən nəsə bir şey üçün eləmirəm. Sadəcə bu fobimdir. Fobim? Yox, hobimdir, sorry. K-pop dinləyirsən? Yox, K-pop dinləmirəm, heç birini tanımıram məncə. Yəni dinləmirəm, linçləməyin buna görə məni. Nə olar linçləməyin. Amma belə Cristiano Ronaldo izləyirəm. İkinci sual haralsan? Türk dizilərini izləyirsən, demək olar ki izləməmişəm, sadəcə 3-4 dənə film izləmişəm. Onlar da Kurtlar Vadisi, Söz, Çukur, İçəridə, Qaddar, başqa izləmişəm. Bilmirəm məncə, mən bilən sadəcə bunlardır. Başqa ağlıma gəlmir. Sadəcə 5'ini izləmişəm, qalan heç birini izləmirəm. Yəni belə komedilərdən başqa, yəni komedi izləyirəm, çox izləyirəm. Amma belə başqa izləmirəm, üstəlik sevgi filmlərini. Ay belə. Türklərin sevgi filmlərinin hamısı eynidir. Ya liftdə qarşılaşırlar, ya bir dənə qız yolda gördüyü hansısa bir oğlan səbəbsiz yerə söyür, vurur, qırır, tökür, öldürür, onunla dalaşıb onu aşağılıyor. Sonra hansısa bir şirkətə işə düzəlməyə gedəndə, sizə nə olur? Həmin o söydüyü, döydüyü, it günə qoyduğu oğlan sən demə müdiriymiş.
və sonra da öpüşürlər və sonra da sevgi olur. İlk videonu atanda neçə abunəm var idi? 0. Sevgilin var və necə sevgilin olub? Ay bulan, nədənsə mən bu suala hər dəfə cavab verəndə eyni sözü eşidirəm. Get siktir. Bro, sevgilim yoxdur və sadəcə bir dənə sevgilim olub. Vallahi yoxdur, heç bir qızla danışmıram. Demək olar ki, gündə ən çox eşitdiyim söz budur olar. Qaqa, neçə qızla danışırsan? Bro, anlayın bunu. Vallahi heç bir qızla danışmıram. Danışmıram, gey deyiləm. Gey deyiləm, amma sadəcə danışmıram. Niyəsini bilmirəm. Yazmırlar. Oy bilə, bəlkə inanmayacaqsın, amma Allah haqqı mənə qızlardan çox tanış olmaq üçün oğlanlar yazır. Dünyada da belə şeylərlə qarşılaşıram. Səbəbsiz yerə biri gəlib mənə deyir ki, qaqa, qız olsam sənə verərdim. Ailən ya da qohumların sənin videolarını görür və görürsə sənə nə deyirlər. Ailəm və qohumların bu videoları görmürlər. Böyük ehtimal heç vaxt göstərməyəcəm ailəmə videolarımı, ta ki belirli bir yerə gələnə qədər, yəni biraz YouTube-da daha çox inkişaf etdikdən sonra, abunə falan yüksəldikdən sonra onda hə ailəmə deyə bilərəm. Amma təbii ki də girib izləməyəcəklər videolarımı, icazə vermərəm. YouTube-dan pul qazanırsan, sən bura, məndən çox qazanan var YouTube-da. O qədər çox pul qazanıram ki, o gün YouTube yazmışdı ki, qaqa, bu aylıq Mr. Beast-in maaşını sən ver də biz satdıra bilmirik. YouTube-ya yeni başlayanlara nə məsləhət verərsən? Bu çox yaxşı sualdır. Çox məsləhətlər verə bilərəm, çünki mən də çox səhvlər eləmişəm YouTube-a başlayanda. İlk başlayırsa kalitəyə önəm verməyin, yəni o qədər çox kalitəyə önəm verməməzlik eləməyin də, yəni kalitəyə önəm verin, o qədər çox önəm verməyin. Sizin ilk öhdəliyiniz davamlı videolar paylaşmaq. Bu mənim ən böyük problemimdir, yəni düzənli videolar paylaşmaq, tez-tez videolar paylaşmaq. Bilirsiniz, mən çox tez-tez videolar paylaşıram kanala. Siz mənim kimi olmayın, daha tez-tez videoları paylaşın ki, mənim bir dəqiqə hələ də 1K olmağın səbəbi budur. Yəni mən düzənli videolar paylaşsaydım, inanın mənə, bəlkə də bu dəqiqə 100K-ya çatardım. Yəni ona görə də ən böyük məsləhətim düzənli videolar paylaş və düzənli videolar paylaşdıqca kalitəni artır. Yəni ondan sonra YouTube bir müddət sonra sizi izləməyə gedəcək. Yəni 1 ay, 2 ay, 3 ay, 4 ay, 5 ay belə izlənməsəz bıraxmayın YouTube. Çünki birdən-birə gəlir. İnanın mənə, birdən-birə tak deyə YouTube sizə nah göstərir. Videoları necə editləyirsən? Barmaqlarımla. Xəyalın nədir? Mənim xəyalım şeydir. Nədir ola mənim xəyalım? Bilmirəm bura, mənim xəyalım yox deyəsən. Böyük ehtimal YouTube-da yüksək yerə qalxmaqdır. Haradasa 1 milyon falan abunəm olmaqdır böyük ehtimal. Amma belə böyük xəyalım yoxdur. Hə, mənim bir xəyalım var, məşhur olmaq. Geysən, həyatda heç vaxt etmərəm dediyin şey nədir? Həyatda heç vaxt etmərəm dediyim şey... Oy biləm, mənim həyatda heç vaxt etmərəm dediyim şey yoxdur, bilmirəm. Azərbaycanda ən sevdiyim rapper, Expert. Trans olmaq istəyərdin yoxsa femboy? Oy bilə, təbii ki də femboy. Femboy daha yaxşıdır, qat daha yaxşıdır femboy. Hətta indi femboy ola bilərəm. Amma mənim də sizə məsləhətim trans olmaq yerinə femboy olun. Çünki Azərbaycanda femboy azdır. Azərbaycanda femboy nə yoxdur? Ay bilə, görürsən mənim izləyicilərimdən femboy var. Əgər izləyicilərim içində femboy varsa yorumlara yazsın. Özüm üçün istəmirəm, amma dostum soruşur. Gələcək hədəflərin nədir? Gələcək hədəflərim çoxdur. YouTube üzrə soruşursansa baya çoxdur. Gələcəkdə elə bilirsiniz ki, YouTuber olacağam? Yox. Yəni YouTuber olacağam, amma daha çox yayınlar atacağam. Azərbaycanda heç vaxt görmədiyiniz videolar paylaşacağam və heç vaxtı görmədiyiniz və böyük ehtimal heç vaxt da görməyəcəyiniz yayınlar atacağam. Yəni elə belə boş-boş yayınlar açmayacağam. Bayağı yəni Azərbaycan kalitəsini, mizanını artıracaq yayınlar atacağam. Yəni az YouTuberi sərbəst buraxıram ki, hələlik istəyən istədiyi qədər takipçi falan yığsın. Amma birdən-birə gələcəm YouTube-a. Zaten YouTube-dayım yola. Yəni YouTube-da birdən-birə hərəkətə keçəcəm. Amma elə belə hərəkətə keçməyəcəm. Bütün YouTube-u darmadağın eləyəcək bir işlərlə gələcəm. İşlərlə gəlməyəcəm, bomboş videolarla gələcəm. Ən sevmədiyim şey məni kimləsə qiyaslamaq. Çox nifrət edirəm də, Allah kimsə ilə məni qiyaslamaq. Yorumlarda da görürəm bəzi YouTuberlərlə məni bir tutursunuz. Onların mən hobilərim və fobilərim nədir? Hobilərim şəkil çəkmək, maşın sürmək, yemək bişirmək. Başqa da ağlıma gəlmədi. Fobilərimdə tək bir klaustrofobim var. Başqa heç nəyim yoxdur. Videomuz bu qədərdir. Əgər bunun part 2-sini çəkməyimi istəyirsinizsə yorumlarda yaza bilərsiniz. Məncə də başqa suallarınız qalmadı. Qalıbsa da həqiqi qalıb ola suallarınız.